Benim rahmetli kardeşimiz Müşfik'in anasıdır. Allah Müşfik'e rahmet eylesin. O cümleden bütün şehitlerimize rahmet eylesin. Allah gazilerimize can sağlığı versin. Veteranlarımızı korusun. Böyle anaların karşısında biz baş eğrik. Allah canı sağ eylesin. Allah Müşfik. Ki heyle oğullar Musa kimi, Müşfik kimi oğullar böyle. Xəqan kimi oğul böyle. O dahi insandır. O anamız gözümüzün qabağında müharibede nə boyda əziyyət çəkibsə, onun hamısını biz görmüşük. Ben ölsün sana bugün hoş olduğuna bakma. Hoş değil bu şekil. Ben istemezdim seni şekilde göremem. Niye hiç olmasa demedim gitme. Bir de ben niye demedim gitme. Yaranan birinci muharebeden dedim gidin. Kendi boş gitmeyin. Kendi bile məyus gitmeyin. Oğul neçə dəfələrlə demişəm. Südüm size haram olsun bu kendi boş gitseniz. Sen demişəm belki. Allah canını sağ eylesin. Allah bütün Azerbaycan fəxr edir Müşfiklə. Allah sen özün yaxşı bilirsən ki, bizim hamımızdan da yaxşı bilirsən ki, sənin evlatların hansı ürəyin yiyəsi olur. Mən onu yanıb o uşaq vaxtından görmüşəm də. Allah qəni rəhmət eləsin. Allah səbr versin. Allah Hiç kim tanımasa da siz tanıyırdınız mı? Allah erməni eləsin. Korpusların qabağında şəkilləri var idi. Elə. Uşaq heç vaxt nə qorxmaz olur, nə qorxan olmuyor, nə çəkinən olmuyor. Uşaqlığı da rəhmətli Müşfiqin bu meşədə girdi, bu meşədə yatırdı. Eyni ürəyin yiyəsi olur. Yəni mən onu fakt bilirəm, ona görə danışıram. Gördüyümü danışıram. Ki o uşaqlar eyni ürəyin yiyəsi olur. Allah qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Allah o dünyasını Ölənlərimizə rəhmət eləsin. Musiyə də Allah rəhmət eləsin. Müşfiqə də, Xəqaniyə də Allah can sağlığı versin. Bayaq dedim, bir də deyirəm, burada çox adamın əziyyəti var, düzdür. Bax, şəhidlərin çoxunun burada əziyyəti olub. Bax burada döyüşür, bax orada yatıb. O yeməkxana edilir. Əvvəl Distaloviydi, sonra Rota oldu. Kazar. Ən birinci burada bu dəstəni düzəldən elə Musa olub. Bunu bütün kəndimiz də bilir. Bəli, qəşəng bilirik. Şəhidlər də bilir. Hamı da bilir. Amma yaralandı, bax burada yaralandı özdə. Bax burada qrantamın çiynində partladı. O günə qoydu onu. Günləri indi elə adamlar deyir ki, mənim uşağım niyə şəhid adı verilməyib, gəlib şəhid siyasına düşməyib. Amma mən onu deyə bilmirəm. Əslində belə götürsən elə... Əslində düşür, o adama düşür. O Belə adamın götürsən əziyyəti elə hamının ona göz şəhidlik qabağında. düşürdü. Çünki bayaq dedim, o hamıdan qabaq Bəli. bu dəstəni düzəldən o olmuşdu. Bu rotanı yaradan məktəbdə Yaradan o olmuşdu. Amma mənim üzüm gəlmir, məsələn, deyəm ki, mənim oğluma da şəhidlik adı verim. Bu şəhid olmadı da, yaralandı, sonradan getdi, rəhmətə getdi. 39 yaş tamam olanda rəhmətə getdi. Rəhmətli Müşfiqin böyük qardaşından İndi mən buna nətər deyim ki, bunu da şəhid adı verin. İndi elə şəhid davası eləyən, şəhid davası eləyənlər var, məsələn. İnşallah sağlıq olsun. Yəqin ki, kət yerbəyər olandan Artıq sonra sayıram, kət belə cəmaatı hamısı bilir ki, Musa da şəhiddir. Musanın çünki burada çox şəhiddən çox əziyyət olubdur. O bizim gözümüzün qabağında olan haqqıdır. Qardaş, kətdə kim ki şəhid rəhmət edib, onların hamısı şəhid. Onların hamısı şəhiddir. Bax, burada kim ki burada ölür, yaralanıb, şəhid qazi. Allah hamısına rəhmət eləsin. Hamısına. Məsələn, ailələr var idi, 5 oğlu var idi. Bir əsgərliyə gedəndə narahat olurdu, hərbiyə gedəndə. Rəhmətli 2 oğlunu da aldı yanına, getdi döyüşdə iştirak elədi. Bəli. Allah qəni rəhmət eləsin. Döyüşürdü, təzənin 2 oğlu ilə getdi, özü şəhid oldu. Öz oğlunun gözünün qabağında. Allah senin Allah xeyrəm. Anıya da qəhrəmanlıq. Bəli, Müşfiqə də qəhrəmanlıq. Onu deyirdim də, belə qəhrəman olur. Özünün bir... Ben rəhmətli dilindən düşmür deyə. Yox, mən şəhid olacağam. Hə. Həmişə deyirdi onu, həmişə. Özünün bir çıxışı var, Hə. deyir ki, bu bizə kökdən, qandan, gendən gəlmiş bir haqq hesabdır. Bu ya məndə alınmayıb, ya o bir qardaşımda alınmayıb. Kökdən gəlir bu bizə. Bəli, bəli. Həqiqətən də onlarda kökdən yaranmışdı bu. Nə bilim, vətənə bağlılıq, torpağa bağlılıq.
İnsan Başka bir pərvərlik. yüreğin sahibiydiler. Başka bir yürek sahibiydiler. Yani o yürek her insanda olur. Bir de gördüm ki o adam avtomatın vurdu çiğnine. 2 nəfər də yanına götürdü. Getdi razvetkaya. Evet. Bir de gördüm 3 gün gelmedi. Burada getirdiği Ural getirmişti, Zil-131 getirmişti, tank getirmişti. Bunun hamısı gözümüzün qabağında olan haqqı hesablardı. Allah o dünyasını versin. Elə Musa'nın da, Müşfiqin de, o İlyas kardeşimizin de Cəm onun da əziyyəti çox olur. Anam düz deyir, kənddə onun əziyyəti çox olur. İlyasın o qədər əziyyəti olub ki, bu kətdə. Bu kəndin torpağının döyüşündə o qədər əziyyət olub İlyas. Bəli. Mən elə bilirdim ki, Şuşa alınanda mən evdəydim. Hamı boşalmışdı, amma mən evdəydim. Belə odun peçinin böyründə uzanmışdım, güya da gecə gündüz otururam. Yuxuya keçməmişdim, gördüm, bax bu rəhmətli İlyas gəldi, gördüm, belə elədim, uzaq. Şuşanı aldılar, mama deyirdim, mamam gətirəm çıxardıq. Tez qalxdım yerdən, dedim ki, İlyas nə dedi? Heç nə deyirəm, gedək səni aparaq buradan harasa. Hədir axşamı məni apardılar Sabirabada. İlyasın yəni dediyim odur ki, Allah'ın sıra gəlin uşaqlarının rəhmət biri eləsin. kimi əziyyət çəkib bu kənddə. Sen yadını şuraya. Yavaş yavaş. Yavaş yavaş. Kocalmış. Benim rəhmətli qardaşımız Müşfiqin anasıdır. Allah Müşfiqə rəhmət eləsin, o cümlədən bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin, veteranlarımızı qorusun. Belə anaların qarşısında biz baş əyirik. Allah canı sağ eləsin. Allah Ki heylə oğullar Musa kimi, Müşfiq kimi oğullar böyüdü, Xəqan kimi oğul böyüdü. O dahi insandır. O anamız gözümüzün qabağında müharibədə nə boyda əziyyət çəkibsə, onun hamısını biz görmüşük. Ay İlham, yadındadır. Buradakı o dərənin boğazındakı torpaq var idi. Bu tərəfdən də atırdılar. Yox, ondan burada da öldüm. Bu tərəfdən də atırdılar. Mən də rəhmətlik Durna xala var idi. O da kətdə qalan 2 nəfər biz idik. Bir də qızlar, o Bakı qızları. Bu tərəfdən də atırlar, o tərəfdən də atırlar. Durğuzuram. Atırlar, qalxın duraq ayağa. Durun buradan çıxın. Qalxın, atırlar. Mama get yat. Mama get yat, atanda özümüz biləcəyik hara düşür. Nəysə, o qədər ki, işıqlaşdı. Gördük bu tərəfdən BMP gəldi, Elşəngi. Ki, bəs aşağıdan giriblər. Qalxın ayağa. Yazı rəhmətlik İlyas. Allah rəhmət eləsin. Əlim belə atdı. Bir dənə adyal götdü. O adyalı hələ də saxlayıram mən. Buradan bir dənə adyal götdü, soğuq onunla hava. Getdi belə püşdüm ha. Durdu o sökülüb, indi bina vardı, yarımçıq bina. Onun dibində durmuşuq, belə gözləyirik, görək, atışma kəsirim ki, çıxaq. Dərə aşağı bizi yola saldılar, o 2 qızı bilə bizi, buna ilə mən. Bax, dərə aşağı yola saldılar. 20 çaylaq aşağı ki, gedək bələmizə. Oradan aynen necəsə olaq. Onda gördüm ki, oradan da 2 nəfər, 2 arvaqda, 2 də kişi. Səndən onlar da ermənilərmiş, kəndə yenilmişlər. Biz bu tərəfə getdik, onlar o tərəfə. Ta bilmədim onlar necə oldu. Nə bilim, pis günlərin Allah hamısını rəhmət eləsin. vaxtı yanlarında olmuşam. Bizim İlyas Lasını Güləbirdindən idi. Rəhmətli Musa ilə dostu. O da gəlmişdi yanımıza, bizlə bir yerdəydik.
Xəqani tanıyırsınız da Xəqani. Şey tanıyor. Xəqani getdi onun qəbrini tapdı, ziyarət elədi, oradan müazzən elədi, görüntü ilə göstərdim onu. Şəkili şey eləyibdi, gətirib bastıracaq. Çəkilir. İndi mənim arzum da ora getdi. Bax, buradan çıxandan sonra birinci gələn həftə mən getmək istəyirəm, ora gedim onun qəbrini ziyarət. Allah ölənlərin hamısına rəhmət eləsin. Anamız da, bacımız da, mən buna həm veteran deyərəm, həm qazi deyərəm, Bəli, qəhrəman, həm də milli qəhrəman, qəhrəman. Quran haqqı qəhrəman. Mən milli qəhrəman adı buna düşür. Bax bu anıya, bu bacıya Allah haqqı düşür. Çünki mən bunları qəşəng tanıyıram. Bu hansı ürəyin yiyəsidir, hansı ciyərin yiyəsi, bu özü ürəklə oğullarına hara getsin, Ötdü gedin. elini kəndimiz getməsin, vətənimiz getməsin. Allah gəli ölənlərin hamısına rəhmət eləsin. İndi də bax, bunun hamısı Xəqanın dostlarının təşəbbüsü ilə yaranmış şəhidlər, yabancı yaradır. Allah ondan da razı olsun. O boyda əziyyət çəkmiş olan Xəqani deyir. Xəqani, ay Xəqani, bizə dəqiqə. Qardaş, Allah səndən razı olsun. Allah bizim o dostlarımız yığmışdır o günü bura. O dövüş yoldaşlarımız, onun hamısından razı olsun. Allah sana can sağlığı versin ki, bu boyda əziyyətin ötəsindən gəlmişsiniz. Allah yaxşı eləsin. Allah rəhmət etsin. Xeyr, məni sevindirdim onu qəbrini tapanda ki, zəng elədim. Gedəcəm bu yaxında, bu gələn həftə. Allah tutuluşda yığılmaz. Bizə nəsib eləyənə, qismət eləyənlərə Allah rəhmət eləsin. Amin. Amin. Şəhidlərimizə rəhmət eləsin. Amin. Bu bulaqları o qədər həsrətli ilə gözlədi. Bir bulaq dedi, bulaq suyu dedi, avdal dedi. Allah sizə rəhmət eləsin, hamınıza. Allah sizə rəhmət eləsin. Amin. Çünki bax, suyu sizə heykalımızdasın. Bizimizə vururuq. Gəlməyiniz aşırı.